Xəbər verdiyimiz kimi Nərmiş Niko bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. Qafqaz İnfonun əldə etdiyi məlumata görə faciəvi hadisə iyunun 12-si saat 21 radələrində paytaxtın Nizami rayon ərazisində Babək prospektində baş verib. Belə ki, həmin vaxt İman Həsənovun idarə etdiyi İveco markalı marşrut avtobusu ilə paytaxt sakini 2002-ci il təvəllüdlü Rövşən Muradovun sürdüyü Cherry markalı avtomobil toqquşub. Nəticədə Rövşən Muradov sərnişini 2002-ci il təvəllüdlü Məryəm Elxan qızı Məmmədova və avtobusun 3 sərnişini xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq Məryəm Məmmədova iyunun 15-nə keçən gecə xəstəxanada vəfat edib. Qeyd edək ki, Məryəmin atası Elxan Məmmədov uzun müddət Gəncə şəhər icra hakimiyyətində məsul vəzifələrdə işləyib. Babası Müsəddin Məmmədov 40 ilə yaxın Gəncə şəhəri İsmət Qayıbov adına bir saylı orta məktəbin direktoru olub. Məryəm bugün Gəncədə dəfn edilib.